Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizin üçün çox ləzzətli, möhtəşəm bir şirniyyat hazırlayacağım. Xəmir üçün əvvəlcə 300 qram yağ götürürük. Mütləq çalışın ki, yağ ev temperaturunda tam yumşalmış olsun. Mikserlə yağı əvvəlcə biraz rəngi ağarana qədər qarışdırırıq. Mənim istifadə etdiyim yağın rəngi ağ olduğu üçün mən sadəcə yağı çox az qarışdırdım, biraz yumşalana qədər qarışdırdım. Amma sizin istifadə etdiyiniz yağın rəngi sarı rəngdə olarsa, onda mütləq yağın rəngi açılana qədər, ağarana qədər mikserlə qarışdırmaq lazımdır. Daha sonra isə üzərinə 300 qram xama əlavə edirik. Xama da 20 və 25% xamalardan istifadə edə bilərsiniz. Sonda isə üzərinə 590 qram unu 2 dəfəyə əlavə edirik. Bir paket vanil, bir paket də qabartma tozu əlavə edərək əvvəlcə biraz spatula vasitəsilə qarışdırırıq. Xəmir artıq bir qədər qatlaşmağa doğru getdikdə xəmiri yoğururuq. Qeyd etdiyim kimi mən bu reseptdə 590 qram undan istifadə etdim. 590 qram un da hər zaman videolarımda istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 4 stəkan yarım un eləyir. Unu bir dəfəyə yox, 2-3 dəfəyə əlavə edərək xəmiri yoğururuq. Xəmir ələ yapışmayan və yumşaq bir xəmir olur. Xəmiri yoğurduqdan sonra bir salafanın içərisinə yerləşdiririk və soyuducunun buzluq olmayan adi gözündə xəmiri 1 saat gözlədirik. Dəyərli izləyicilərim, kim hardan videomuzu izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib videolarımızı bəyənməyi və yaxınlarınızla paylaşmağı unutmayın. Kəmalə Kərimli 82 yazaraq Instagramda da mənə dəstək olsanız çox sevinərəm. Əgər Instagramınız varsa, mütləq Instagram səhifəmi də izləməyə alın. Instagram ailəmiz də 300 minə çatsın. Dəstək olan hər kəsə də buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. İçlik üçün də bizə lazımdır 200 qram qoz ləpəsi, rondodan keçirdirik. Üzərinə 100 qram şəkər tozu və yarım çay qaşığı da hil əlavə edib qarışdırırıq. İçliyimiz hazırdır. Qoz ləpəsini mən rondodan keçirdim. Siz istəsəniz hətta fındıq qoz çəkən maşında da çəkə bilərsiniz. Dadına, qoxusuna görə mən yarım çay qaşığı hil istifadə etdim. Hil olmasa hilin əvəzinə bir paket vanildən də istifadə edə bilərsiniz. Xəmiri artıq 1 saat soyuducuda gözlətdim. 1 saatdan sonra xəmiri soyuducudan götürürəm və eyni bərabərdə olmaqla burada tərəzidə də çəkirəm. 45-46 qramlıq kündələr tuturam. Bu reseptlə məndə 45-46 qramdan 26 ədəd kündə alındı. Xəmiri hissələrə ayırdıqdan sonra hər birini ovcumuzun içərisində kündələyirik və kündələrin üzərini örtüb gözlətmirik. Elə birbaşa başlayırıq bir-bir yayıb, içliyi qoyub bükməyə. Hazırlanması çox asandır, həm bərəkətli bir reseptdir, həm də o qədər dadlı, ləzzətli şirniyyat alınır ki, sanki şəkərbura yeyirsən, paxlava yeyirsən, yəni o cür ləzzətdə, o cür dadda bir şirniyyatdır. Kündələri yayarkən qətiyyən undan istifadə etmirik. Əgər undan istifadə etsəniz, onda bükülməsi çətinləşəcək. Ona görə qətiyyən undan istifadə etmədən ehmalca nəlbəki böyüklüyündə demək olar ki, hər bir kündəni ayrı-ayrılıqda yayırıq. Tam dolu olmayan 2 çay qaşığı içlikdən əlavə edib və bükürük. Bu şirniyyatın büküm forması eynən demək olar ki, banan şirniyyatının bükümüdür. Və gördüyünüz kimi eynən banan formasında bükürük. Sadəcə ən sonda xəmirin uc hissəsinə barmağımızla çox az su vururuq ki, xəmirin kənarı yaxşı yapışsın. Və beləcə yapışdırırıq. Həmin hissə qalır alt hissədə. Biraz banan kimi xəmirin kənarlarını qatlayırıq. Və hamısını bu üsulla hazırlayıb məsafəli şəkildə listimizə düzürük. Bir də xəmiri yayarkən mütləq içliyi qoyarkən çalışın ki, xəmiri yaydıqdan sonra digər üzün çevirib, yəni həmin üzdən içliyi əlavə edin ki, həmin o alt hissədə qalan üz biraz nahamar olur. Həmin hissədən içliyi əlavə edib bükmək lazımdır ki, həmin hissə içəridə qalsın. Hamısını büküb hazır etdikdən sonra qeyd etdiyim kimi yağlı kağız sərilmiş listimizə düzürük. Məsafəli şəkildə listə düzmək lazımdır ki, pişərkən də biraz qabarırlar, şişirlər, bir-birinə yapışmasınlar. Sobanı da artıq öncədən yandırmışıq. Alt-üst ayarda soba mütləq öncədən isidilməlidir. Üzərlərinə çəkmək üçün 2 ədəd yumurtanın sarısını ayırırıq. Yəni ağını istifadə etmirik. 2 yumurtanın sarısını üzərlərinə çəkdikdən sonra zövqə görə, istəyə görə biraz da orta hissəsinə xaş-xaş səpirəm və sobama yerləşdirirəm. Öncədən isidilmiş sobada 190-200 dərəcə arasında tam üzəri xına kimi qıpqırmızı qızarana dək bir 35 dəqiqə müddətində bişirib götürürük. Xəmir özü incə bir xəmir olduğu üçün tez bişib hazır olur.
Ona görə çalışın sobada çox saxlayıb qurutmayın. Bu dəfə şirniyyatlarımı yeni aldığım Elitin sobasında hazırladım. Mebelçi olmayan çox münasib qiymətə bir soba əldə etmək istəsəniz, onda Elitin sobasını alıb rahatlıqla istifadə edə bilərsiniz. Açıqlama bölümünə həm Instagram, həm TikTok səhifələrinin adlarını qeyd edəcəm. Bir də WhatsApp nömrəsi qeyd edəcəm ki, kim bu sobadan əldə etmək istəsə, həmin WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilər. ...55 litrlik tutumu olan bu sobanın 2 listi var. Dairəvi list 42 santimetrdir. Soba termostatla işləyir. Yuxarıda gördüyünüz dərəcədir. Ortada saatı qururuq. Yəni neçə dəqiqə istəsəniz o dəqiqəni də ayarlaya bilərsiniz. Altdakı rejimlərdir. Alt rejim, üst rejim və alt üst hər ikisi yanmaqla işləyir. Gördüyünüz kimi şirniyyatlarım da çox gözəl alındılar. Üstü, altı xına kimi qıpqırmızı qızarır. İncə bir xəmirdir, bol içliklə, çox ləzzətli. Eynən demək olar ki, paxlava şəkərbura dadında olan bir şirniyyatdır. Mütləq hazırlayın, bilirəm ki, çox bəyənəcəksiniz. Həqiqətən yedikcə bu şirniyyatın dadından doymaq olmur. Möhtəşəm bir şirniyyatdır. Kəsib indi iç görünüşündə sizlərə göstərəcəm. Xəmirin üzəri çox xəfif, azca, biraz xırçıltılı, içərisi isə yumuşaqdır. Bayram süfrələrinizdə də rahatlıqla hazırlaya biləcəyiniz və bəyənəcəyiniz çox ləzzətli bir şirniyyatdır. Mütləq hazırlayarsınız, geri dönüşlərinizi də gözləyəcəm. Bugünkü videomuz da bu qədər. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Allah əmanət olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun. Videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.